Naxçıvan Dövlət Universitetində tibb təhsilinin inkişafı və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində növbəti mühüm addım atılıb. Bu çərçivədə tibb fakültəsinin anatomiya, histologiya, mulyaj simulyasiya, patologiya və stomatoloji simulyasiya kabinələri, həmçinin fiziologiya, əczaçılıq, mikrobiologiya, kimya və stomatoloji texniki laboratoriyaları üçün müasir avadanlıqlar təmin olunub. Tələbələr üzərində bunları əyani olaraq göstərəcəyik və tələbələrə mövzunu izah etdikdən sonra tələbə bunu əyani sürətdə görsə, dərsin başa düşülməsi tələbə üçün daha asan olacaqdır. Aparatlardan elektroensefalografiya aparatı, elektrokardioqramma, elektrostimulyator aparatlarla təchiz olunubdur. Məsələn, biz elektroensefalografiya aparatından istifadə edərək bunlarda biz əsasən sinaptik əlaqələrin, neyronlar arasında sinaptik əlaqələrinin, yuxu fazalarının, yuxu dövrlərinin, normal insanla epileptik sindromun, epileptik vəziyyətin diaqnozunda istifadə edəcəyik. Elektrokardioqramma aparatından biz normalda tələbələrə əsasən o elektrokardioqramma necə götürülür, oradakı o dalğaların düzgün oxunuşu, normal oxunuşu necədir, işləmə prinsipini öyrədəcəyik. Elektrostimulyatordan isə biz normalda bundan yenə biz mərkəzi sinir sistemini dərsin tədris edərsən, orada onurğa beyninin reflekslərində, onurğa beyninin dərsini tədris edərkən, burada biz bu qurbağa üzərində təcrübələr aparacağıq. Əsas elektrostimulyatordan sinir əzələ preparatının hazırlanmasında və orada yığılmaların, izometrik, izotonik yığılmaların tələbələrin təbii şəkildə görməsini təmin edəcəyik. Yeniliklər təkcə texniki bazanı deyil, həm də elmi resursları əhatə edir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası çərçivəsində Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə, eləcə də sabah qrupları üçün nəzərdə tutulan 112 ədəd müasir kitab təqdim olunub. Yeni kitablar vasitəsilə yalnız Azərbaycanda verilən təhsillə deyil, xarici ədəbiyyatlarda oxuyaraq, xaricdə baş verən yenilikləri də öyrənə bilirik. Həmçinin biz elmi araşdırmalara xüsusi diqqət göstəririk və bunun üçün bizə müxtəlif avadanlıqlar lazım olur ki, indi təsis olunan bu avadanlıqlar, bunları misal olaraq EKG, EEG aparatlarını misal göstərə bilərik ki, bunlar bizim üçün xüsusi önəm malikdir. Digər tərəfdən əczaçılıq, biokimya laboratoriyalarına yerləşdirilən müxtəlif avadanlıqlar isə bizim elmi araşdırmalarda təcrübələr aparmağımız üçün xüsusi bir rol oynayır. Yaradılan şərait tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla əvəzlənməsinə və onların müasir tibbi resurslara çıxış əldə etməsinə geniş imkanlar yaradır. Biz bu zaman nəinki nəzəri cəhətdən, həm də praktiki yönümlü bir çox biliklərə yiyələnmiş oluruq. Bundan başqa deyərdim ki, anatomik kabinələrdə biz keçirdiyimiz vaxt daha çox praktiki yönümlü olur ki, nəzəri əsaslarda sadəcə biz nəinki əzbərləmə, həmçinin o biliklərə yiyələnməyə doğru addımlar atırıq. Bu da hər bir həkimin karyerasında çox böyük rol oynayır. Çünki gələcəkdə hansı ixtisaslaşmamızdan asılı olmayaraq bizdə demək olar ki, bu nəinki ixtisas, həmçinin digər istiqamətlərdə bilik sahibi olmamız bizim daha çox deməli, qarşıya proqressiv istiqamətdə addım atmamıza kömək olur. Alınan yeni cihazlar ən son müasir cihazlardır və müxtəlif tədqiqatların aparılmasına, müxtəlif elm üçün, elm sahəsi üçün aktual olan problemlərin həll olunmasına, araşdırmaların aparılmasına mühüm töhfə verəcəkdir. Bir neçə cihazımız alınıb, məsələn, saksilet cihazı alınmışdır, daha müasir formada olan saksilet cihazı. Bundan sonra alınan pH metr, daha sonra müxtəlif ölçülü kolbalar və pipetlər. Pipetlər həm elektron formada alınmış, həmçinin şüşə formada pipetlərimiz alınmışdır. Və bu da həm əczaçılıq tələbələri üçün, həm əczaçılıq sahəsində çalışan digər tədqiqatçılar üçün, magistrlar üçün çox mühüm əhəmiyyətə malikdir. Və eyni zamanda biokimya dərslərinin, tibb tələbələri üçün biokimya dərslərinin, stomatologiya ixtisasında təhsil alan tələbələrin biokimya və farmakognoziya və digər fənlərin daha səmərəli, daha yüksək səviyyədə keçirilməsinə öz mühüm töhfəsini verəcəkdir.
Naxçıvan Dövlət Universitetində müasir laboratoriyalar, tədris kabinələri və ən yeni tibbi avadanlıqlar təhsilin beynəlxalq standartlara uyğun inkişafını təmin edir. Atılan bu addımlar gələcəkdə ölkə səhiyyəsi üçün yüksək ixtisaslı kadrların yetişməsinə zəmin yaradır.